nə qədər dövlətin gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əskərdir, zabitdir. O gedir. O sinəsini qabağa verir. O ölümə gedir. Və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək bizim yaddaşımızdan və bugün onların ruhu şaddır. Biz buradayıq, siz buradasınız və nə qədər acı olsa da onların yaxınları üçün, doğmaları üçün bir təsəlli var. O da odur ki, onlar canlarını fəda edərək tarixi zəfər çalıb. Elhamdülillah sallatlarımızdan Allah razı olsun. Allah döyüşdə ölən qardaşlarımızı, oğlanlarımızı şəhidlərdən qəbul etsin. Allah yaralılara şəfa versin. Həmçinin də ümumiyyətlə döyüşənlərə Allah razı olsun döyüşənlərdən. Və təbii ki, analara səbir diləyirəm. Allah səbir versin, səbir lazımdır. Çünki gec-tez bu məsələ həll olunmalıydı. Elhamdülillah bundan sonra ölkə, vətənimiz belə təhlükələr görməz. Allah qorusun vətənimizi, Allah ölkəmizi qorusun, Allah müsəlmanları qorusun, Allah ordumuzu qorusun.